sual verəcəm. Sıxıntıların insana xeyri var. Bunları bilsək, həyatda xoşbəxt yaşayarıq. Bunu siz demişsiniz. İstəyərim bu barədə bir giriş edərdik. Bilirsiniz, insan sıxıntısız mövcud ola bilmir. Bu, insan həyatının qaydasıdır. Belə bir misal deyək, məsələn, bir insan üz güclüyü öyrənmək istəyir. Mütləq dənizə baş vurub su ilə mübarizə aparmalı və o çətinlik prosesində onun daxilində onun üzmək qabiliyyəti üzə çıxır. Biz üz güclüyü haqqında yüzlərlə kitab oxusaq, su ilə vuruşmasaq, çarpışmasaq biz o istedadı üzə çıxara bilməyəcəyik. Bizim daxilimizdə potensial istedadlar var. Həyat çətinlikləri o istedadları üzə çıxarmaq üçün. Yəni, istənilən bir oyun o zaman cazibəli olur ki, biz maneə ilə qarşılaşırıq. Məsələn, futbol oyunu geniş yayılmış bir oyundur. Təsəvvür edin ki, meydan boş olsun, topu bir nəfərə verir və deyən ki, get boş qapıya vur. Bu, onu rahat şəkildə edəcək, amma oyunun cazibəsi olmayacaq. Qələbə çalmağın anlamı olmayacaq. Zövq olmayacaq. Həyatda təxminən belə bir şey. Biz həyatda maneələrlə, sıxıntılarla qarşılaşırıq ki, onları aşmaqla özümüz inkişaf edər və həyatın da gözəlliyi bundadır. Yoxsa, inanın, çətinliksiz həyat sıxıcı olar, üzücü olar. Düzdür, biz problemlərdən qaçırıq, amma həyatı problemləri ilə sevməyi bacarmalıyıq. Quranda qeyd olunur, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدْ Biz insanı sıxıntıda yaratdıq, çətinlikdə yaratdıq. Və bu insanı əziyyətə salmaq üçün deyil. Allah bizi əziyyətə salmaq üçün yaratmayıb. Biz əbədi xoşbəxtlik üçün yaranmışıq, əbədiyyət üçün yaranmışıq. Və qısa ömür müddətində biz o əbədiyyətə səfər hazırlığı görməliyik. Yəni, biz ruhən böyüməliyik ki, uca bir aləmə köçə bilək. Bizim ruhumuzla Allah arasında bir mütənasiblik yaranmalıdır ki, biz Allahla görüşəcəyik. Bizim həyatımızın son nöqtəsi Allahla görüşdür. Bu görüşə hazırlaşmaq üçün biz həyatın müxtəlif sınaqları ilə qarşılaşırıq, rastlaşırıq və o sınaqları ötdükcə insanda bir böyümə baş verir, mənəvi yüksəliş baş verir və yeri gəlmişkən Qurban Bayramı da elə bunun tərənnümüdür. Həzrət İbrahim oda atılır, odda yanmır. Bunlar hamısı həm də simvolik mənalar kəsb edir. Yəni, oda atılır, ondan sonra ona qarşı müxtəlif çətinliklər, sıxıntılar olur. Övladı yeni dünyaya gələn kimi Allah bir onu apar, susuz bir səhrada saxla. Ondan sonra övladını qurban kəs və bütün bunları keçəndən sonra bu mərhələləri Allaha yaxınlığın şirinliyini dadır. Yəni, vüsal şirinliyini dadır və Quranda qeyd olunur ki, biz onu imam qərar verdik. Yəni, o imamət rütbəsinə ucaldı. O uca bir məqama çatdı. İmtihanlardan keçəndən sonra. Həyatda biz məqsəd üçün yaşayarıqsa, ali hədəflər üçün yaşayarıqsa, o zaman çətinliklər, o sıxıntılar hər biri bizim üçün bir ilahi hədiyyə olar. Bəzi insanlar deyir ki, bu sıxıntı, bu çətinlik niyə gəldi? Hətta belə bir söz də var ki, bir insanı çətinlik uzaqdırsa, Allahın rəhmi də ondan uzaqdır.